Yeni bir YouTube kanalı açmısan ne edəcəyini bilmirsən. Heç mən də bilmirəm, təzə kanaldır. Hər kəs səhifəyə abunə olmağı, bəyənməyi unutmasın ki, kanal aktiv edilsin, sizlərlə bir yerdə böyüyək. Dəyərli izləyicilərimiz, bu gün nə edəcəyimi mən də hal-hazırda tam bilmirəm. Böyük ehtimal günlük vlog şəklində bir gün bir video çəkəcəm. Bəlkə də gələcəkdə bu səhifənin məzmunu dəyişər, fərqli bir üslubda gedər, fərqli bir məhsul haqqında və yaxud fərqli bir kontent haqqında ilərləmə göstərərik. Buna görə də sizdən dəstək istəyirəm. Səhifəmizə abunə olmağı və bəyənməyi unutmursunuz. Hal-hazırda yuxudan təzə durmuşam, təzə kanaldır, təzə video çəkilişidir. Bir yerdə hazırlanaq, çıxaq bayıra, nələr eləyəcəyik, nələr eləməyəcəyik. Qısa bir anlatım olsun. Yavaş-yavaş böyüdək səhifəyi, bir yerdə ilerləyək, bir yerdə inkişaf eləyək. Başlayaq hazırlanmağa. Duşumuzu aldıq. Üstümüzü geyinək. İlk planım gedib bir dənə bərbərə bu saç hızladı, saqqalı saçı təmizləməkdir. Ondan sonra bir obyekt baxıram. Görüm yaxşı bir yer tapa bilsəm. Bir obyekt axtarışındayam. Bu arada mən Əhmədlidə qalıram, Bakıda. Biraz belə elmi dildə çox danışmaq istəmirəm. Biraz belə xalq dilində danışmaq istəyirəm ki, biraz daha səmimi olsun. Daha doğrusu. Ona görə də bilmirəm indi sizə maraqlı gələr, gəlməz, necə olar, necə olmaz. İnşallah bəyənərsiniz. İnşallah hələ birinci videoda da görək nə qədər yaxşı olur, nə qədər səmimi çıxır. Ondan sonrasını Allah kərimdir. Yenə deyirəm. İndi geyinib yandan sonra yolda gedərkən də video çəkərəm. Bir-iki dənə salafan paket var. Onları bir dənə çaktırmam lazımdır qohum əqrabaya. Bundan sonra da inşallah videonun davamını daha rahat şəkildə çəkib göstərərik yenə. Hazırda geyindim, çıxım. Aşağıdan yenə kameranı davam etdirərəm. Hal-hazırda evdən çıxdım. Gedirəm. Bayaq da dediyim kimi saç kəstirməyə. Gedək başımızı, üzümüzü, gözümüzü təmizləyək. Ondan sonrasında Allah kərimdir, nə edəcəyik, nə eləməyəcəyik, nə hərəkətlərə qərar verəcəyik. Yəni hələ özüm də tam bilmirəm. Həqiqi mənada çəkirəm, prosto bilmirəm nəyə çəkirəm. Bu kanalda bir inkişaf olacaq, olmayacaq. Yenə deyirəm, sıfırdan YouTube kanalı qurma videosudur. Sadəcə olaraq bir motivasiya olacaq bizim üçün, məni izləyənlər üçün. Görək sıfırdan nələrisə inkişaf elətdirməyə gücümüz çatır, yoxsa yox. Yoxlayırıq da, itirdiyimiz bir şey yoxdur ki, daş atıb yorulmuruq ki. Bir yoxlayışdır. Demirik, buradan milyonlar qazanaq, pul qazanaq, nə eləyək. Hədəf o deyil, hədəf bir şeyi istəsək, həqiqətən eləyə bilərikmi, eləyə bilmərikmi, çabalamağımıza dəyərmi, dəyməzmi, onu yoxlayırıq. 3 aylıq bir hədəf qoyuram qabağıma. Görək 3 ay içində nələri bacaracağıq. Bərbərdən çıxdıq, saçımızı kəstirdik, daha bilmirəm necə oldu, necə qaldı. Bərbər də, nə saç da olsa kəsib atır gedir, nə qədər önəmli ola bilər ki bir saç. Deməli, bugün dekabr ayının 4'ü. Yeni ilə az qalıb, 26 gün qalıb. Ağlımda yaxşı fikirlər var, yaxşı planlar var. İnşallah həyata keçsə əgər, yeni ilə yeni planlarla, yeni belə deyim, hərəkətlərlə başlamağı düşünürəm. Vallahi yenə deyirəm, birinci videodur bu kanalda. Bu kanalın gələcəyi necə olacaq? Nə üstündə ilerləyəcək, heç bir fikrim yoxdur. Dediyim kimi, bilmirəm bu kanalın taleyi necə olacaq. Taleyi deyəndə ki, sizə bağlıdır. Yenə deyirəm, baxın, sıfırdan kanaldır. Təzə qurulan kanaldır, ilk videodur. 3 ay hədəf qoymuşam qabağıma. Bakın, dekabr, yanvar, fevral, martın dekabrdan, yəni martın 4'üne kimi. Martın 4'üne kimi görək kanal nə qədər böyüyür. Eğer görsəm ki kanalda inkişaf var, video olacaq yenə. Amma bunu da deyirəm, video sırf vlog üzərinə mi olacaq, fərqli bir şeylər olacaqmı, olmayacaqmı? Heç bir fikrim yoxdur. Yəni inanın ki, dedim sırf başlamaq olsun, yəni addım atmaq olsun. Söhbət budur. Yəni bir şey addım atım, qalanı da necə gələr, necə olar, ona görə
Sizin dəstəyiniz və Allahın köməyi lazımdır. Həmişə deyirlər ki, eləyərəm, sabah eləyərəm, sabah eləyərəm. Dedim, sabaha eləyənə ki, belə indi eləyim, bir şeylərlə olsun. Bilirəm, bunu çox təkrarladım, biraz başınıza ağrıya bilər. Deyəsən ki, nə qədər eyni cümləni qurdun. Neynimi? Dedim, elmi dillə, kənardan hazırlayıb yazım, belə danışım şeylərini eləmək istəmirəm. O an necə gəldi, o şəkildə. Elə bir ki, oturmuşuq üz-üzə söhbət edirik. Dediyim kimi adım Nurlandır. 31 yaşım var. Bunun məlumatını verməmişdim. Yaxşı ki, elə burada elə videonun ortasında da olsa deyim. Nurlan İbadov səhifəsinin kanalından da elə səhifənin kanalından da göründü ki, adından da göründü ki, Bay İbadov. 31 yaş. Əhmədlidə qalıram. Əhmədlidə yaşayıram. Elə bu arada bəlkə görəsən Əhmədlə bağlı videolar çəkərəm. Əhmədlini tanıdaram. Əhməddə qalanlarınız varsa görərsən, rəğbət olar, istək olar, Bakının digər kəndlərinə gedib orada çəkərəm. Və yaxud getdiyim hər hansı bir rayon olar, hər hansı bir bölgə olar. Oralardan video çəkərəm. Hələ ki, indilik görək necə davam edir. Dediyim kimi, bərbərdən çıxdım. Yüngülvarı acmışam. Bir çörək yiyim. Çörək yiyəndən sonra böyük ihtimal, yiyən videonu böyük ihtimal çəkmərəm. Bilmirəm, vəziyyətə görə bəlkə çəkdim. Ondan sonra bir daha davam eləyərik. Bu arada deyə bilərsiniz, buna deyib video bir yerdə saxlayırsan, başqa bir yerdən başlayır, bir yerdə saxlayırsan, başqa bir yerdən başlayır. Yenə deyirəm, profesional deyiləm YouTube'da. Sadəcə olaraq yavaş-yavaş da öyrənərik də, bir də görərsə onu da öyrənərik, video editi də öyrənərik, editləməyi də öyrənərik. Birdən birə deyil ki. Ona görə bir də görsən bir yerdə saxlayıram, başqa bir yerdə keçir. Orada isə saxlayıram, tam başqa bir yerdən keçir. Ona görə video indi saxlayıram, bilmirəm davamı hardan olacaq. Olduğu yerdən başlayaram təzədən. Gəldik artıq evdəyik. Biraz videonu gec başlatdım. Dedim axı bayaq acmışam, bir şeylər yemək istəyirdim. Nərsiniz belə adlı şanlı bir şeylər hazırlamağa halım yoxdur. Ona görə də yüngül var, özümə sandviç hazırlayıram ki sandviçdən yiyeyim. Deyərsən ki nə sandviçdir elə? Vallahi elə belə bahalı bir şey deyil. Herkesin evinde olan standart pomidor, xiyar, ikradır. Yani ikra dediğim qara ikra. O da orijinal değil. Ayıra bilərsiniz ki o 200 dolarlık, 200 dolarlık onlardan değil. Bunlar klonlaştırılmış ikralardandır. Ve her yerde tapabileceğiniz uygun, cibə uygun olanlardandır. Ona əlavə olaraq sonra pendirdir. Herkesin evinde böyük ihtimal var. Çok böyük ihtimal. Yani çətin bir şey de, bildiğin evde ne varsa onları yığırsan çöreğin arasına, yiyirsən də. Yani bundan çətin bir şey olacak bir şey değil ki yani. Aman aman bilmirəm, yoxdur. Yoxdur ola bilər. Yani o mütləq vardır diye bir şey deyə bilmərəm. Ama çok böyük ihtimal da var. Yani pomidor, xiyardır, ne bileyim kalbasadır, ne bileyim pendirdir. Herhalde vardı. Bu arada göz hakkınızı da halal edin. Əsas odur. Elə edin ki akşam yuxularıma girib mənə bitər eləməsin. Yani kısacası belə. Böyük ihtimal bu videonu belə sonlandıracağım. Yenə deyirəm, profesional deyiləm. Necə başlamaq lazımdır, necə bitirmək lazımdır. O kadar düzdür. TikTok'dur, diğer YouTube kanalımda videolar var. Onlar da çoxdur. Yani benim 99% məhsullarla bağlıdır. Yani əsl işimlə bağlıdır. Bu sadəcə olaraq belə ekstra maraq üçün açdığım bir səhifədir. Yenə də çox sağ olun izləyənlər. Baxın, xahiş edirəm, səhifəmizə abunə olmağı ilk başda unutmursunuz ki. İndi bilmirəm işıqlandırma zad necədir, nə deyil. İndi o yenə deyirəm, profesionallıq yavaş-yavaş öyrəndikcə, gördükcə düzələn şeylərdir. Sıfırdan YouTube kanalı düzəldirik, yığırıq. Bəlkə biri üçün motivasiya olar, biri görər, deyər mən də yoxlayım. Əsas addım atmaqdır, birinci addımı atmaqdır. Bir daha deyirəm, səhifəmizə abunə olmağı unutmursunuz. Zınqırovu açıq edirsiniz ki, oradan açırsınız ki bildirimlər gəlsin. Videomuzda altına yorumlar yaza bilərsiniz.
nə ilə bağlı video istəyirsinizsə və yaxud məndə gördüyünüz dediniz ki, hə, burası yaxşı deyil, burada biraz düzəliş olsun, bura biraz elə olsun, belə olsun. Yəni məsləhət verə bilərsiniz. Tənqidlərə başlamayın, tənqid eləməyin. Yəni qısacası belə. Sağ olun, təşəkkürlər.